Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli davada efirdə güneş olur gəl səhərim. Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli davada efirdə güneş olur gəl səhərim. Dostlar, bir daha salamlayaq sizi. Siz Gəl Səhərimin artıq ikinci saatını dinləyirsiniz. Biz yenidən bu studiyada gəlmişik verilişin ardını aparmağa. Və düşünürəm ki, ola bilsin ki, birinci saatımızda elə xəbərlər oldu ki, o xəbərləri təkrarən dedik. Çünki yeni qoşulan dinləyicilər ola bilər. Studiyada Sədaqət Rauf qızıdır və rejissorumuz Qızqayıt Camalova. YouTube'dan bizi izləyənlər, sizin də sabahınız xeyir açılsın. Salamlayırıq sizi və YouTube rejissorumuz Ramazan Hümbətovdur. Bunu da xatırladım sizə. Və əziz dinləyicilərimiz, biz başladıq dediyim kimi yenilənən xəbərlər də olacaq. Verilişi dinləməkdə davam edin. Bugün hava da isti olacaq və
məlumat üçün deyim. Buludludur, dəyişkən buludlu, amma yağmursuz keçəcək elə rayonlarımızda da, regionlarımızda da. Və bir xəbəri də çatdırım. Bu gün Salyan və Hacıqabul rayonlarının bir sıra küçə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərqaz İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Belə ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq artıq işlər yekunlaşıb və saat 10-dan işlər yekunlaşana kimi Salyan şəhərində Axundovdur, Cabbarlıdır və Quliyev. Quliyev eyni zamanda plasmas massiv də adlanır. Həmin bu küçələrdir və rayonun Arbatan, Qaraqaşlı, Cəngən, Beşdəli və Xocalı kəndlərinin, həmçinin Hacıqabul rayonu, Rəncbər və Qubalı, Balıoğlan kəndlərinin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq. Şehir yine karıştı, yollarda yarıştı. Dalganı tut gülümse, bu ses seninle tanıştı. Bilirsen, yolda tek değilsen. 105 FM'desin. Kim küsürdü, sen mi benden, ben mi senden? Hiç bilmirəm kim küsürdü, sen mi benden, ben mi senden? Dolanırıq heyli vaxtdır, sen de girmən, mən də girmən. Dolanırıq heyli vaxtdır, sen de girmən, mən də girmən. Dolanırıq heyli vaxtdır, sen de girmən, mən də girmən. Dolanırıq heyli vaxtdır, sen de girmən, mən də girmən. Qəlbimizi üzə üzə, bəsdi can güldü bizə. Qəlbimizi üzə üzə, bəsdi can güldü bizə. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Şey düzüləndə, pəncərəmdən ay düşəndə, gül üstə şey düzüləndə, oxuyuruq dərdlərindən, sən də qəmlən, mən də qəmlən. 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 Qəlbimizi üzə üzə, bəsdi can güldü bizə. Qəlbimizi üzə üzə, bəsdi can güldü bizə. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Gəl olaq bir-birimizə, sən də həmdəm, mən də həmdəm. Ruhunuzu okşayan ses dalgaları. Azerbaycan Radyosu 105 FM'de. 105 FM'de. Yüz beş efendim. Gel seherim.
Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Ulduz 1544-ə zəng et. İnvestisiya dünyasında sən də öz sözünü de və pul qazanmağa başla. Birbank Invest tətbiqi ilə bu çox rahat olacaq. Sərfəli komissiya ilə səhmlər al, Azərbaycan və Amerikanın tanınmış şirkətlərinin payçısı ol. Üstəlik, 12 mindən çox ticarət alətinə çıxış əldə et. Birbank Invest ilə pul sənə işləsin. Ətraflı məlumat Birbank Invest tətbiqində. Birbank Invest Azərbaycan Respublikasının Mərkəzi Bankının verdiyi 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəh nişanıdır. Xidmət Paşa Kapital İnvestisiya şirkəti ilə birgə təqdim olunur. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Yurdumun məlhur səsi heyran edər herkesi. Gör səninlər yayılsın səfərlərin müjdəsi. 105 FM dalğası. Dünyaya sığmayan bir sevgimiz var. Saadet yoludur sevgideki yol. Güllerin ulduzu bir eşkimiz var. Bircə sən, təkcə sən gəl, həmdəmim ol mənim. Ürəyim sən mənim, həmdəmim sən, sevdim səni. Bəxtimin ulduzu sən, isidirsən sən məni. Ürəyim sən mənim, hər an gözüm arar səni. Bəxtimin ulduzusan, isidirsən sən məni. Yolunda nurunun çok şefeki var. Habersiz düşmüşük bu sevdaya biz. Sevirəm deməyin öz səbəbi var. Yeniden gelmişik bu dünyaya biz senle. Yüreğim sen benim, hemdemim sen, sevdim seni. Bəxtimin ulduzu
İndi bir xəbərə keçid alacağam, amma xəbərə keçid almamışdan əvvəl istəyirəm dünyada metro sistemləri haqqında məlumat verim. Belə ki, metro sistemləri şəhər nəqliyyatının ən sürətli və effektiv vasitələrindən biri hesab olunur və ilk dəfə 1863-cü ildə Londonda fəaliyyətə başladı bu yeraltı qatar sistemi. Ondan sonra demək olar ki, bütün megapolislərin ayrılmaz hissəsi hesab olunur və dünyada ölkələrindəki metro sistemləri haqqında maraqlı faktlar nədən ibarətdir? Məsələn, ən uzun metro sistemi Şanxay metrosu hesab olunur. 8 kilometrdən çoxdur ümumi uzunluğu və dünyanın ən uzun metro şəbəkəsinə sahibdir. Bundan başqa ən çox stansiyası olan metro da New York metrosudur. 470-dən çox stansiyası var və stansiya sayına görə liderdir. Ən işlək metro Pekin metrosu, yəni Çin hesab olunur. Hər il milyardlarla sərnişin daşımaqla dünyanın ən işlək sistemlərindən birinə çevrilib və London metrosu isə ən qədim metrodur. Bayaq vurğuladım, 1863-cü ildən istifadəyə verildi. Gəlin indi öz ölkəmizdən də danışaq. Bakı metrosundan danışım. Qısaca bir məlumat verim ki, 6 noyabr 1967-ci ildə fəaliyyətə başladı və 25 stansiya, 2 əsas xəttdən ibarətdir. 2030-cu ilə kimi isə xətlərin uzunluğunun 119 kilometrə çatdırılması da nəzərdə tutulub. Bir də Bakı metrosunda bir yenilik də var. Boş qatarları hamı görə biləcək. Mənə elə gəlir ki, metrodan istifadə edən sərnişinlər üçün əla bir xəbərdir. Amma xəbəri daha detallı sizə elə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyəcək. Bakı metropolitenində sərnişin sıxlığının azaldılması, tənzimlənməsinin xüsusi əhəmiyyəti var. Bu mənada Bakı metropolitenində stansiyaların, sərnişin platformaları, eləcə də qatarlarda sərnişinlərin bərabər paylanması da zəruri elementlərdən biridir. Hazırda Bakı metropoliteninin mobil tətbiqi hazırlanır. Bu çərçivədə Bakı metropolitenində hər bir stansiyaya doğru hərəkət edən qatarların doluluq səviyyəsi də əyani şəkildə nümayiş olunacaq. Eyni zamanda bildirim ki, bu məlumatlar stansiyaların müxtəlif nöqtələrində olan monitorlarda da əyani əksini tapacaq. Bunun nəticəsində stansiyaya doğru hərəkət edən və yaxud da stansiyaya daxil olan sərnişin həmin stansiyaya doğru hərəkət edən qatarın daha seyrək sərnişin olan hissələrini müəyyən edəcək və platformada dayandığı nöqtələri məhz buna uyğun müəyyənləşdirəcək və beləcə Bakı metropolitenində sıxlığın azaldılmasına doğru növbəti bir innovativ addım atılmış olacaq. Bu yana gedir, o yana gedir. Bu yana gedir, o yana gedir. Hə? Bura bax, Bakıda neçə ildir metro işləyir? İndiyə qədər metroya minməmsən? Hə? Niyə ki? Qoyursuz ki. Ötür ömrümden qatarlar, ötür sevgimden qatarlar, dolar sevimli baxışlar, deyərsən əlvida, deyərəm əlvida. Baxdım ümidlə yollara, bənzər həsrətli qollara. Bilirəm sevən gözlərin arxamca boylanar, arxamca boylanar. Gün gələr qayıdaram, sevgimə üz tutaram. Mən gələrəm, görərsən güləşli bir gündə. Mən səndən ayrılıram, yollarda tək qalıram. Mən gedirəm ümidlə, sən ümidlə gözlə. Gün gələr qayıdaram, sevgimə üz
gözlə. Qatar gözləmir, səsləyir. Bircə sözün var, bağışla. Mənə bilirəm nə deyir həsrətli baxışlar, həsrətli baxışlar. Sənə demərəm əlvida, sənə gözlə demərəm yar. İnan, ümid var dünyada, gedirlər qatarlar, gəlirlər qatarlar. Gün gələr qayıdaram, sevgimə üz tutaram. Mən gələrəm, görərsən günəşli bir gündə. Mən səndən ayrılıram, yollarda tək qalıram. Mən gedirəm ümidlə, sən ümidlə gözlə. Gün gələr qayıdaram, sevgimə üz tutaram. Mən gələrəm, görərsən günəşli bir gündə. Mən səndən ayrılıram, yollarda tək qalıram. Mən gedirəm ümidlə, sən ümidlə gözlə. Biz də ümidlə bugün axşamı gözləyirik. Çünki Avroviziya mahnı müsabiqəsi 2026-nın ikinci yarımfinalı bu gecə baş tutacaq. Bilirsiniz, Avstriyanın paytaxtı Viyana şəhərində keçirilir və beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı artıq baş tutdu 12 may tarixində və yarışmada Xorvatiyadır, Finlandiya, Gürcüstan, Yunanistan, Portuqaliya, Moldova, İsveç, Belçika idi, Estoniya, İsrail, Litva, Montenegro, Polşa, San Marino, Serbiyadan olan təmsilçilər finala keçmək uğrunda mübarizə apardılar, amma 10 ölkə seçildi. Yunanistan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva, Polşa. Bunlar finala vəsiqə qazandılar və bugün də bizim təmsilçimiz Civa çıxış eləyəcək və yarımfinalda ikinci nömrə altında səhnəyə çıxacaq. O ölkəmizi Just Go mahnısı ilə təmsil eləyəcək. Böyük final isə 2 gün sonra baş tutacaq, mayın 16-sında. Bilmirəm, ümumiyyətlə, bukmeykerlərin belə bir qəti fikridir, yekdil fikridir ki, Finlandiya olacaq bu iki qalib. Amma indi görək, biz də öz təmsilcimizə uğurlar arzu edək ki, yaxşı-yaxşı bizi təmsil etsin. Finlandiya yeri gəlib, onu da deyim, sosial platformalarda Finlandiyanın çıxışı əməli başlı performans doğurdu. Demək olar ki, bütün platformalarda məhz Finlandiyanın o səhnə performansı alqışa layiqdir və deyilənləri deyəsən doğruldacaq Finlandiya. Davam edək ki, bir xəbəri də deyim, ondan sonra keçid alarıq biz deməli digər həm musiqiyə, həm də xəbərlərə. WUF 13 ilə bağlı şəhərsalma sərgisi forum tarixinin ən böyük sərgisi olacaq. Bu barədə məlumat var. Belə ki, Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasıdır. WUF 13 çərçivəsində təşkil ediləcək şəhərsalma sərgisi həm əhatə dairəsidir, həm də iştirakçı təşkilatların sayına görə forum tarixinin ən böyük sərgisi olacaq. Belə bir məlumat var. Və həmin sərgidə dünyanın 66 ölkəsindən 163-dən çox təşkilat iştirak edəcək. Azərbaycan Radiosu 105 FM 105 FM
Tarix. Elm. Sənət. Təbiət. Yerdən kosmosa dək. Bunları bilmək maraqlıdır. Dostlar, bunları bilmək maraqlıdır rubrikasında biz bugün etiket qaydalarından danışacağıq. Deyim ki, etiket ümumiyyətlə fransız sözüdür və mənası təşrifat və mərasim deməkdir. Yəni ümumiyyətlə belə deyim də ictimai yerlərdir, sosial ünsiyyət olsun, diplomatik görüşlər olsun, insan özünü necə aparmalıdır, düzgün davranış qaydalarıdır. Bir neçə maraqlı fakt var, istəyirəm sizinlə də bölüşüm. Məsələn, zəng etmədən qonaq getmək olmaz. Bu düzgün sayılmır. Britaniyalı xanım bir dəfə çıxışında deyib ki, çağırılmamış qonaq gələndə o çətrini götürüb ayaqqabılarını geyinirdi və şlyapasını başına qoyurdu. Əgər gələn insan ona xoş gəlirsə, o zaman nə yaxşı ki, mən elə indicə gəlmişəm evə deyir. Yox, əgər əks haldadsa, yəni istəmir həmin qonağı, o zaman deyir ki, nə pis oldu, mən getməyə hazırlaşırdım. Çətirdən söhbət düşübsə, deyim ki, çətir heç vaxt açıq vəziyyətdə qurumur. Bunu nəzərə alın. Nə ofisdə, nə də başqa bir yerdə onu yığmaq və xüsusi altlığa qoymaq və yaxud da asmaq lazımdır. Deyilənə görə çətiri açıq saxlamaq etiket qaydasına ziddir. Bundan başqa çantanın, bunu xüsusən də xanımlar üçün deyim, çantanı dizinizin və yaxud da stulunuzun üstünə qoymaq olmaz. Balaca klat çantalar var, stolun üzərinə qoyurlar xanımlar. Həcmli çantanı isə stulun belinə asmaq lazımdır və yaxud da xüsusi, yəni stul yoxdursa o zaman döşəməyə qoymaq olar. Kişi heç vaxt qadın çantasını daşımamalıdır. Əziz gənclər, buradan gənclərə üzümü tutub deyirəm. Biz görürük də yeniyetmələrdə xüsusən bu belə hal müşahidə olunur ki, sevdiyi xanım yanında gedir və onun çantasını daşıyır, amma deyilənə görə etiket qaydasına ziddir. Qadının paltosunu yalnız qardiroba aparmaq üçün götürə bilər kişi. Bundan başqa, qadın qapalı məkanda şlyapa və yaxud da əlcəkləri çıxarmaya bilər, ancaq papaq və təkbarmaq əlcəyə bu aid edilmir. Və bir də deyim ki, beynəlxalq protokol var və həmin protokola görə bəzək əşyalarının ümumi sayı 13 ədəddən çox olmamalıdır. Baxım özümə. Yox, məndə heç 5 də olmaz. Deməli, bura əl işi olan düymələr də daxildir həmin o 13 bəzək əşyasına. Əlcəyin üstündən isə üzük taxmazlar, ancaq qolbaqdan istifadə edə bilərsiniz. Və bunu da deyim, bununla yekunlaşdıraq. Restoranda sifarişi ödəmə qaydası da etiket qaydalarına daxil edilən deməli bir məsələdir. Belə ki, əgər siz mən dəvət edirəm demisinizsə, bu deməkdir ki, hesabı siz ödəyəcəksiniz. Əgər qadın iş yoldaşını restorana dəvət edirsə, hesabı qadın özü ödəyə bilər. Yəni əgər o dəvət edibsə. Başqa bir vəziyyət də var. Gəlin restorana gedək. Yəni bu kəlmə əgər sizin ağzınızdan çıxırsa, bu halda hər kəs öz hesabını ödəyə bilər. Yox, əgər kişi ümumiyyətlə qadının əvəzinə ödəməyi təklif edirsə, qadın sadəcə razılaşmalıdır. Arzular çiçək açsın, ürəklərdə dinsin, nəğmə ilə dolsun, sevənlər kəma çatsın, diləklərdə gülsün, məhəbbət gəlsin, aləm sevinsin, ürəklərdə dinsin, məhəbbət gəlsin, müjdələr versin, nəğmə ilə dolsun, diləklərdə gülsün, məhəbbət gəlsin, sevinç gətirsin. Sən bizim eşqi əziz tutsan, sən mənim ürəyimdə yaşarsan, bu həyatdan hər an razı qalarsan, qəlbimin sirdaşı
sirdaşı olarsan, sen bizim eşki əziz tutsan, sen benim yüreğimde yaşarsan, bu hayattan her an razı kalarsan, kalbimin sirdaşı olarsan. Saadet gece gündüz bəxtimizə gülsün, aləm sevinsin, yurdumda hər bir evin nur qapısını döysün. Məhəbbət gəlsin, aləm sevinsin, ürəklərdə dinsin. Məhəbbət gəlsin, müjdələr versin, nəğmə ilə dolsun, diləklərdə gülsün. Məhəbbət gəlsin, sevinç gətirsin. Sen bizim eşki əziz tutsan, sen benim yüreğimde yaşarsan, bu hayattan her an razı kalarsan, kalbimin sirdaşı olarsan. Sen bizim eşki əziz tutsan, sen benim yüreğimde yaşarsan, bu hayattan her an razı kalarsan, kalbimin sirdaşı olarsan. Sen bizim eşki əziz tutsan, sen benim yüreğimde yaşarsan, bu hayattan her an razı kalarsan, kalbimin sirdaşı olarsan. Sen bizim eşki əziz tutsan, sen benim yüreğimde yaşarsan, bu hayattan her an razı kalarsan, kalbimin sirdaşı olarsan. Ruhunuzu okşayan ses dalgaları. Azerbaycan Radyosu 105 FM'de. 105 FM'de. Gel seherim. Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Yurdumun məlhur səsi heyran edər herkesi. Göydən illər yayılsın səfərlərin müjdəsi. 105 FM dalğası. Sənin nəfəsindir məni yaşadan, mənə yazıbdır səni yaradan. Sən olmadan ruhum pərişan olur, həsrət çəkən gözlərim qəriban qalır. Sən gedincə tənhalıqda boğuluram. Yağır səssiz bir tək mən ağlayıram. Xoş gəldin gülüm.
çiçek bağıma güneş gibi doğ ışıklı sabahıma hoş geldin gülüm dünyama suyu kurumuş deryama hoş geldin gülüm her yarpağı sen lokan çiçek bağıma güneş gibi doğ ışıklı sabahıma Sen gidince tenhalıkta boğuram Yağış sessiz bir tekmen ağlıyorum Hoş geldin gülüm dünyama suyu kurumuş deryama hoş geldin gülüm her yarpağı sen dokan çiçek bağıma güneş gibi doğ ışıklı sabahıma hoş geldin gülüm dünyama suyu kurumuş deryama hoş geldin gülüm her yarpağı sen dokan çiçek bağıma güneş gibi doğ ışıklı sabahıma hoş geldin gülüm dünyama suyu kurumuş deryama hoş geldin gülüm her yarpağı sen dokan çiçek bağıma güneş gibi doğ ışıklı sabahıma hoş geldin gülüm dünyama suyu kurumuş deryama hoş geldin gülüm her yarpağı sen dokan çiçek bağıma güneş gibi doğ ışıklı sabahıma hoş geldin gülüm Şehir yine karıştı Yollarda yarıştı Dalganı tut gülümse Bu ses seninle tanıştı Bilirsen Yolda tek değilsen 105 FM'desin Və dostlar, bilirsiniz ki, VUF 13 ilə bağlı bir neçə tətbiq ediləcək məhdudiyyətlər var və bu səbəbdən də mayın 16-sından 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir. 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır. Xəbər çox uzundur. Çalışacağam ki, aramla səsləndirim. Bu barədə deməli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat verir. Dəyişiklik nədən ibarətdir? Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu Dəmir Yol stansiyasının qarşısında təşkil ediləcək. Başlanğıcını Ramana Gülçülük Savxozu deyilən ərazidir və Pirşağı qəsəbələrindən götürən 166, 173A, 173B nömrəli avtobusların son dayanacaq məntəqəsi metronun Ulduz stansiyasının yaxınlığında olacaq Xəlil Rıza Ulutürk küçəsi. Avtobuslar Balaxanı yolu ilə hərəkət eləyəcəklər. Başlanğıc dayanacaqları Buzovna və Maşdağa qəsəbələri olan 107, 107A, 131 nömrəli, eləcə də Binə qəsəbəsi, Açılıq yaşayış massivi olan 168, 169 nömrəli avtobusları son dayanacaq məntəqəsi metronun Neftçilər stansiyasının yaxınlığında Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.
Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli avtobusların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun Qara Qarayev stansiyasının yaxınlığı olacaq. Yenə də başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214, 214A nömrəli avtobusların son dayanacağı Naxçıvanski küçəsi hesab olunur. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək. Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli avtobus Bakıxanov qəsəbəsindən keçəcək və metronun Azadlıq prospekti stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Ziya Bünyadov prospektində və qeyd edim ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında olacaq. Bir də o 4 avtobusda deyim, Hövsan, Mərdəkan qəsəbələri və metronun Xalqlar Dostluğun stansiyası istiqamətlərində fəaliyyət göstərən 120Y, 121Y, 140Y və Y1 nömrəli ekspres avtobusların fəaliyyəti isə müvəqqəti dayandırılacaq. Belə əziz dostlar, yekunlaşırıq. Bugünlük də bu qədər dedik və studiyada Sədaqət Rauf qızı idi. Rejissorumuz Qızqayıt Camalova, videoda rejissorumuz, YouTube rejissorumuz daha doğrusu Ramazan Hümbətov. Özünüzə yaxşı baxın, növbəti efir günündə eşidilərik.